15-ci suala baxaq. 15-ci sual asan bir sualdır. Deyilir ki, yaradılmışdır. Mümkün olsun sözləri feilin hansı şəkillərindədir? Feilin şəkilləri də bildiyimiz kimi hansılardır? Əmr, xəbər, vacib, lazım, arzu, şərt. Bu şəkillərin hər birinin tapılma qaydası var. Belə deyək ki, əmr və xəbər şəkillərinin xüsusi şəkilçisi yoxdur. Xəbər şəklinin göstəricisi zaman şəkilçiləridir. Əmr şəklinin isə heç bir göstəricisi yoxdur. Yəni, birbaşa kökün və ya başlanğıc forma özü üstə gəl şəxs şəkilçisi olur əmr şəkli. Digərlərinin isə hər birinin xüsusi şəkilçisi var. Bizə lazımdır yaradılmışdı sözü. Biz bunu təhlil etsək, burada görürük mış şəkilçisi var. Keçmiş zaman şəkilçisidir, dır isə şəxs şəkilçisidir. Ümumiyyətlə biz harda zaman şəkilçisi görürüksə, bu xəbər şəklidir. Zaman şəkilçisi varsa, xəbər şəklindədir. Yaradılmışdır oldu xəbər şəkli. Mümkün olsun da başlanğıc forması mümkün ol sözüdür. Burada sun nədir? Şəxs şəkilçisi. Yəni burada heç bir şəkilçi olmadığı üçün, yəni şəkillərin şəkilçisindən heç birisi olmadığı üçün bu söz əmr şəklindədir. Cavabımız hansı olur? Xəbər əmr və C bəndi.